iqtisadi, maliyyə, bank sahəsində görülən işlər, aparılan islahatlar birinci ardıcıl karakter daşıyır, mütemadi karakter daşıyır və dünya təcrübəsinə əsaslanır. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin maliyyə sistemlərinin, banklarının təcrübəsinə əsaslanır. Və bugün bəyan edirəm ki, Azərbaycan bu yoldan bundan sonra da gedəcək və Azərbaycanda ilbəil maliyyə bank sistemi inkişaf edəcək və bunlar hamısı Azərbaycanın iqtisadiyyatı ilə ahəngdar surətdə inkişaf edəcək. 1998-ci ildə Mərkəzi Bankın yeni inzibati binasının təntənəli açılış mərasimində Ulu Öndərin çıxışı zamanı səsləndirdiyi bu fikirlər Azərbaycanın bank maliyyə sisteminin formalaşmasında əvəzsiz rola malik döyüşdəydi. Məhz 1995-2003-cü illərdə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində geniş miqyaslı radikal islahatlar bəhrəsini verməyə başladı. Mərkəzi Bankın əhəmiyyətli valyuta ehtiyatları formalaşdı, inflyasiya səviyyəsi azaldıldı, manatın məzəmməsinin sabitliyinə nail oldu. Ulu Öndər Heydər Əliyevin uzaq görənliyi bank maliyyə sisteminin uğurlu inkişaf perspektivinə inam yaradırdı. Bank maliyyə sistemində əldə edilən bugünkü uğurlarımız da məhz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz və ölçəyə gəlməz xidmətlərinin nəticəsidir. Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yolda gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm bundan sonra bu yolda bizi ancaq və ancaq uğurlar görür. Bəli, böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün vətənə xidmət etməyin simvoluna çevrilir. Ulu Öndərin xatirəsini daim əziz tutan xalqımız onun ideyalarına sadiq qalaraq möhtərəm cənab Prezident İlham Əliyevin ali rəhbərliyi altında böyük uğurlara imza atır. Azərbaycan xalqı öz ulu öndərini sevir və onun xatirəsini daim əziz tutur. Xalq öz daxili izini heç zaman unutmayacaq.